Mayın 1-dən ümumi təhsil məktəblərinin 1-ci siniflərinə qeydiyyat başlayır. Proses sentyabrın 12-sinədək davam eləyəcək. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 6 may 12 sentyabr tarixlərində aparılacaq. Tədris digər dillərdə aparılan bölmələrə gəldikdə isə müsahibə üçün qeydiyyat 6-20 may tarixlərində olacaq. Müsahibələr 12-31 may tarixlərində təşkil ediləcək. Bu bölmələrdə məktəb və müəllim seçimi isə iyunun 17-sindən sentyabrın 12-sinədək mümkün olacaq. Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə prioritet seçim mərhələsində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 6 may, 5 iyun, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 17 iyun, 17 iyul tarixlərində aparılacaq. Qeyd eləyək ki, müddət başa çatdıqdan sonra həmin məktəblərə prioritetsiz sorğuların verilməsinə başlanılacaq.